Misal üçün məni, qardaşımı uşaqlıqdan valideynlərimiz fərqli böyüdüb. Fərqli elədiyi şeylərdən biri odur ki, bizim nəyisə sındırmağımıza görə, dağıtmağımıza görə, cırmağımıza görə heç vaxt cəza almamışıq. Niyə? Əşyadır da, indi uşağın əli dəydi, düşdü, sındı. Mən bunu deyinsəm nə olacaq, deyinməsəm nə olacaq? Stəkan da sındı, Allah canı sağ eləsin, təzəsini alarıq. Bizdə ailə tərbiyəsində 80% o cəza üzərindən gedir ki, topalsan, korsan. Bizdə o. Axı mən sənə demişəm. Deməli bizim o qərar verməyimizdə və ya belə risk götürməyimizdə o ailə tərbiyəsi böyük rol oynayır. 100%. Yəni ki, burada DNK-nın çox rolu var ki, sən necə doğulmusan, okey, əla. Bir də o böyüdüyün, yaşadığın şəraitin çox böyük rolu var. O biologiyada var, genotip, fenotip. Yəni sən o toxumun potensialı necə olacaq, həm onun DNK-sından asılıdır, həm də hansı şəraitdə əkiləcəkdən asılıdır. Ona görə yəni bunun ikisinin də rolu var. Dediyim ki, o cəza almamaq ki, səni komforta salır ki, qardaş, mən bunu indi sındırsam, itirsəm, dağıtsam, mən ona görə cəzam yoxdur, təzədən eləyəcəm, təzəsini alacağam.